İndi baxaq nəyə? Bu hissələrə məncə bunları gətirək. Ctrl-C, Ctrl-V, aşağı hissədə ikisi yan-yana olsun. Bu iki hissəyə də qoyarıq pay chartları. Burada da olar filtrlərim. Demək, yenə bunlardan birini gətirdim. Bir balaca böyütdüm. Chartı saldım onun içərisinə, chartı böyütdüm. Bunların azdan çoxa və ya çoxdan aza düzə bilərik. İndi onu deyəcəm necə eləyək. İndi bu chartı hazırlayaq. Chartın üzərinə kliklədim. No line, no fill. OK. File buttondan hide dedim. Sağ hissədə baxın burada açılır bu hissə. Platino ağ rəng bu şəkildə tətbiq elədim. Legendi götürürəm. Ehtiyacı yoxdur. Burada yanında manat işarəsi var. Hansı ki bizim chartımızda manat olduğuna görə, baxın burada manat işarəsi olduğuna görə onu bu formada da burada manat işarəsi göstərib. Format axis deyirəm. Format axis standart olaraq mən buradan manatı silməklə də onu tətbiq edə bilərəm. Aha. Amma elə can reportun özündən düzəldək. Bu axisin üzərinə klikləyib sağ düymə format axis deməklə sağ düymə format axis. Axisin number var burada. Number formatın currency yox. Elə general format qoyaq. Yəni general format deməklə tətbiq eləyə bilərik. Əslində gəlin belə eləyək. Məncə göstəricilərinin üstündə yazaq. Amma faizlə yazaq. İndi gəldik nəyə? Baxın bu hissə biraz maraqlıdır. Bu hissədə yeni bir şey öyrənəcəyik. Mən standart olaraq yəni buranı siləyək. Chart elementdən data label deməklə üzərinə daxil elədim. Tutaq ki, bir data label. Yəni elə center, outside üstündə olsun. Və bunun faiz deyə bir göstəricisini istəyirəm göstərsin. Yəni ümuminin neçə faizidir. Daxil oldum, sağ düyməni kliklədim. Format data label göstərici və yanında da neçə faiz olduğu mənə göstərsin. Format data label dedim və yanında gəldim. Baxın, faiz deyilən bir hissə yoxdur burada. Yəni standartda percent deyə bir hissə olmalı. Çünki faiz daha çox bizim pay chartımızda olur. Pay chartda ümumi bir bölgüdə hansı faizli olduğunu göstərə bilərik. İndi onu göstərəcəyik. Bu kimi işlərdə bizim köməyimizə nə çatacaq? Bunun üçün mən nə etməliyəm? Bu data label'ın yanına value from sales deyilən bir seçim var. Onu istəyirəm ki, hansısa bir xanadan bunların faiz göstəricilərini də mənə gətirsin. Bu kimi işlərdə bunu eləyəcəyik. Gəlin əvvəlcə bunları azdan çoxa doğru düzək. Bunun bağlı olduğu pivot hansı idi? Yaş, əmək haqqı. Gəlin baxaq. Select data. Əmək haqqı, yaş əmək haqqıdır, bəli. Yaş əmək haqqını sağ düyməni kliklədim. Sort deyib, çoxdan aza doğru düzən kimi avtomatik gəlib bu hissələrə çoxdan aza doğru düzülmüş olacaq. Eyni qaydanın əgər digərlərini istəyirəmsə, o formada sağ düymə, çoxdan aza doğru, sağ düymə, çoxdan aza doğru düzməklə, baxın, bütün reportlarımı gəlib bu formada tətbiq edə bilərəm. Əvvəlcə bu rəngini dəyişək. Göy rəng yox. Baxaq, hansı rəng daha uyğun olar. Yaşıl olsa, digərlərindən fərqlənsin. Daha vizual, daha yaxşı görsənsin. OK, yaşıl oldu. İndi gəldik növbəti hissə. Göstərici və yanında faiz lazımdır. Bunun üçün nə edəcəyik? Həmin pivotum olan hissəyə daxil oldum və eyni pivotu Ctrl-A, Ctrl-C deyib bu hissəyə də kopya etdim. Və sağ düymə kliklədim. Sağ düyməni klikləyəndən sonra Show Value As-dan faiz göstəricilərində görünməyini istəyirəm. İndi gəldik nəyə? Bəs bu faizləri bu hissəyə necə tətbiq edəcəyik? Onun üçün bu data label'ların üzərində klikləyib option'u açanda baxın, value from sales deyilən bir seçim var. Value from sales deyəndə hər hansı bir label'a tətbiq edəcəyi datanın hardan çəkməyini göstərir. Baxın, mənə belə bir xana üçün deyir select data label range. Data label'ın yerləşdiyi range'i seç.
Yaş əmək haqqı adlı pivota gəldim və burada yuxarıdan aşağıya doğru seçib OK klikləməklə və Value from sales hissəsinə bir çek qoymaqla hər birinin yanında faiz göstəricini rahat şəkildə göstərə bilərəm. Hətta gəlin bu numberdan Ctrl C ilə geri qaydaq. Bunu əvvəlcə number formatını düzəldək. General formatda olsun. OK, zaten generaldadır. Ctrl Y ilə geri qayıtdım. Böyüdək ki, yanında görsənmiş olsun. Artıq bu xəttlərə də ehtiyac yoxdur. Xətti silmənin rahat yolu, baxın, hər hansı birinin üzərinə klikləyib delete düyməsini sıxaram. Bu formada göstərdi. Və hər birin data label'ını böyüdərək rahat formada görünməyin tənzimləyə bilərəm. Baxın, mən rahat şəkildə burada görürəm ki, 30-39 yaş aralığında, şirkətimin 30-39 yaş aralığında olan işçilərimin ümumi əmək haqqları 390.165-dir və bu da ümumi əmək haqqı fondumun 32%-ni təşkil edir. Hətta bu faizlərdə gəlin. Sağ düymə, number format tam şəklində göstərək. Çalışın həmişə data analitiklər vizuallaşdıranda bu kimi şeylərdə tam istifadə edin. Bu mənə rahat şəkildə reportumu vermiş oldu. Burada da yazaq başlıq əmək haqqı yaş üzrə. Bu biraz böyükdür. Ancaq bunu bir balaca qısaltsaq daha yaxşı olur. Gəldi, göstərdi bunu. İndi eyni şeyi mən tətbiq eləməliyəm performans üçün. Performans üçün tətbiq eləməliyəm. Onun üçün nə edəcəm? Gəldim yenə. Bunu Ctrl C, bura Ctrl V. Sağ düymə. Böyütdüm. Yaş performans həmin eynisini kopya etdim, reporta gəldim və yapışdırdım bura. Üzərinə 2 dəfə kliklədik. No line, kənar xətlər görünməsin, no fill, rəng görsənməsin, hide all dedim, hər birini sildim. Gəlin belə bir şey eləyək. Qrafikumu seçdim. Format painter və eynisini bura tətbiq eləyək. OK, bir balaca işimizi kömək elədi. Demək, legendi dizaynla yığışdırıram. Xətləri yığışdırıram, serisi yığışdırıram. Burada yazıram performans. Üzr istəyirəm, Ctrl Z, Ctrl Z. Delete də edəlim, ümumi qrafik seçmişdim. Yazıram performans yaş üzrə. Bu chartımızın biraz enini artıraq. Çünki zaten azdır. Neçə faiz oldu? 57. Eyni şeyi burada tətbiq eləyək. Rəngin burada qoyaq. Misal üçün bu rəng. Azdan çoxa doğru düzülməni istəyirəm. Sağ düymə, sort. OK. Gəldi, düzüldü. Performans göstəriciləri üzrə. Performansa tətbiq edikdə düzdür. Digər hissələrini də gəlin tətbiq eləyək. Sağ düymə, daha doğrusu design, əvvəlcə label əlavə eləyək. Üzərində olsun. Labelları da tam edəd eləyək. Sağ düymə, number format, number, OK, Sazon separator'dan da istifadə elə. Bu gəldi, göstərdi. İndi yanına faiz göstəricisini əlavə eləmək üçün eyni pivotu kopya elədim, atdım alta, sağ düymə, faiz göstəricisi deyəcəm ki, hansı faizli olduğu mənə göstərsin. Number formatını da dəyişirəm. Bu vergüldən sonraki rəqəmləri sildim. Hər hansı birinin üzərində sağ düymə, format data label. Deyirəm ki, xanadan seç, hansı xanadan? Buradakı bu hissədən və OK dedim. Gəldim buradan bunu da seçdim və mənə burada göstərdi. Ki,
Ən yüksək göstəricisi olan 40-50 yaş aralığıdır. Ümumi cəmi 798-dir və bu da ümumi göstəricinin 45%-dir. Eyni qayda ilə digərləri. Təxmini əmək haqqı ilə oxşardı. Amma biz təsadüf rəqəmlərdən istifadə edədikdə bir yerdə. İndi gəldik nəyə? Sonda da gəlin chartları əlavə eləyək bura. Hansı ki, pay chartları.